Hər kəsə salam və kanalıma xoş gəlmisiniz. Sizi kanalımda görməyə çox şadam. Mən yenə də valideynlərimin yanına getmişəm. Daha doğrusu mamamın yanına getdim. Çünki artıq babam yoxdur. Bu evdə bundan sonra təkcə mamam qalacaq. Düzdür, o tək yaşamır, amma söhbət valideynlərdən gedir və ona görə deyirəm ki, mamam bizdə tək qalıb. Heç cürə bu sözü qəbul eləyə bilmirəm, babam olmadığını. Çünki biz həmişə ora gedəndə o bizi qarşılayardı və sonra özü çıxıb gedərdi. Çünki səs-küy götürə bilmirdi. Uşaqlar səs-küy salırdılar, oynayırdılar və o səs-küyü götürə bilmirdi deyə harasa gedirdi və axşam evə qayıdardı. Nə vaxt ki, uşaqlar təmiz yorularlar, oturarlar telefona, sakitcə baxarlar ya da ki, yatarlar. Və ona görə ora gedəndə elə bilirəm ki, o yenə də harasa gedib, eşidib ki, biz gəlirik və evdən çıxıb gedib. Axşamlar evə qayıdacaq ki, nə vaxt uşaqlar yatacaq. Amma neçə gündür bu evdə qalıram və o gəlmir ki, gəlmir. Yenə də qəbul eləyə bilmirik. Nə mən, nə bacılarım, heç birimiz qəbul eləyə bilmirik ki, artıq babam yoxdur. Çünki mənə elə gəlirdi, həmişə elə gəlirdi ki, hamı ölə bilər, hər bir kəs ölə bilər, amma valideynlər onların ixtiyarı yoxdur öz uşaqlarını tək qoymağa. Onlar heç vaxt öz uşaqlarını qoyub dünyanı dəyişə bilməzlər. Onlar xəstələnə bilərlər, xroniki xəstəlik yarana bilər, ağrıya bilərlər, amma dünyasını dəyişməyi heç cürə onu qəbul eləyə bilmirəm və elə bilirdim ki, mənim valideynlərim heç vaxt ölməyəcəklər. Çünki onlar bilirlər ki, əgər onlara nəsə olsa, biz onlarsız heç cürə yaşaya bilmərik. Hər dəfə evdə nədənsə yorulanda, eyni abu-hava evdə olanda, özünüz bilirsiniz, məktəb, evin təmizləməyi, uşaqlarla dərs yazmağı, yenə də evin işləri, hər gün eyni şey adamı çox yorur və həftə sonu həmişə evdən qaçırdım. Axır vaxtları tək qaçırdım və çox xoşbəxtəm ki, mən axır vaxtları tez-tez gedirdim və uşaqlarsız gedirdim. Uşaqlarsız gedəndə daha çox valideynlərə vaxt çəkə bilirsən. Uşaqlarla gedəndə onları yenə də yedizdirmək, içizdirmək, evi səliqəyə salmaq, kimsə su ilə oynadı, özünü islatdı, əyni dəyişmək, nəysə. Bu işlərlə məşğul olursan, valideynlərlə o qədər oturmursan. Amma təkcə gedəndə otururdum, onun nazı ilə oynayırdım. Nə istəyirdi, hər bir şey eləyirdik. Çalışırdım hər bir şey eləyim. Nəsə alınırdı, nəsə alınmırdı. Həmişə istəyirdim ki, bizim valideynlərimiz bizdən çox razı olsunlar və nə istəyirdisə hər bir şeyini eləyirdik. İnsan xəstə olanda çox əsəbi olur. Özümdən bilirəm. Arada elə bir xəstələnirəm ki, heç bir şey eləmək istəmirəm, heç kimin sözünə qulaq asmaq istəmirəm. Məni heç kim danışdırmasın, dindirməsin, sakitcə uzanım, heç kim yaxınlaşmasın. Yaxınlaşıb bir söz soruşanda ona da hətta əsəbləşirdim. Və ona görə babam çox əsəbi idi axır vaxtları. Onu çox başa düşürəm. Həm ağrıdan, evdə nəsə bir iş eləmək istəyirdi, halsızlıqdan, gücü yox idi nəsə bir iş görməyə, ona da hətta əsəbləşirdi. Və çalışırdıq hər bir şey eləyək ki, əsas o əsəbləşməsin. Və mən ümid edirəm ki, babam bizdən razı getdi. Mamadan soruşuram, əlbəttə ki, mamam deyir ki, hə, o sizdən çox razı idi. Amma onun ağzından o sözü eşitməyi istəyərdim. Amma çox heyif ki, heç bir şey bundan sonra eşidə bilməyəcəm. Yaxşı ki, bəzi videolar var, bəzi şəkillər var, hansı ki biz çəkirdik. Bəzi elə şəkillər var ki, hansı ki mama gizlin çəkirdi. Hər dəfə mamaya deyirdi ki, sən onu çəkmə. Çünki o əsəbləşirdi, kameranı görəndə çox əsəbləşirdi. Amma indi həmən o şəkilləri, videoları açırıq, baxırıq və düzdür, həyatdır. Hər birimiz onsuz da nə vaxtsa dünyanı dəyişəcəyik. Amma bir şey deyim ki, biz heç doymadıq. Heç doymadıq babamla. Qohumlarımız sağ olsun, heç birimiz bizi tək qoymur. Hər dəfə kimsə gəlir, biri gəlir, biri gedir və mamaya imkan vermir ki, o evdə tək qalsın. Həmən günü bibim bizə gəlmişdi və xalva çaldı. Babam ölən günündən hər dəfə xalva çalmaq lazım olanda həmişə bibim çalır. Mən
bu yaşa gəlib çatmışam, bircə dəfə də belə olsun, heç vaxt xalva eləməmişəm. Heç belə baxmırdım xalvanı necə hazırlayırlar. Həmişə mamam deyirdi ki, xalva istəmək yaxşı bir şey deyil və ona görə beynimdə elə yaddaşda saxladım ki, yəni xalva eləmək və xalvanı istəmək yaxşı bir şey deyil və ona görə heç vaxt öyrənmək də belə istəmirdim bu xalvanı necə çalırlar. Amma bundan sonra artıq bilirəm necə eləyirlər və yəqin ki, bundan sonra evdə tez-tez xalva çalacağam. Yəqin ki, çoxsu soruşacaq ki, bu nə halvasıdır? Bu ləzgi halvasıdır. Biz çalanda ancaq belə ləzgi halvası çalırıq. Ləzgi halvası umaçsız olur və siropsuz bunu hazırlayırlar. Bibim halvanı çalan zaman mamam isə uşaqlara blinçik hazırlayacaq. Bacım isə səhər tezdən gedib biraz bazarlıq elədi. Bayaq sizə göstərdim. Bura, yəni Hövsana həftədə 2 dəfə Saatlı rayondan süd məhsulları gətirirlər və tərəvəzlər gətirirlər, satırlar. Süd məhsulları çox gözəldir. Yağlı, qəşəng süddür və qatıq da çox gözəldir. Bugün mama dovğa hazırlayacaq. Xalva demək olar ki, artıq hazırdır, rəngi dəyişildi və sonda şəkər qatırlar, qazın üzərindən çıxardırlar və şəkər qatırlar. Yenə də çoxlu qarışdırırsan ki, şəkər içində tam ərisin və sonda qabların üzərinə tökəcəyik bu xalvanı. Bacımla həyətə çıxmışıq, biraz səliqəyə salmaq üçün. Bacım belə bir gül tapdı və dibçəyə əkdi. Bu gülün adı kolokolçikdir. Bilmirəm Azərbaycan dilində buna nə deyilir. Biraz solub, elə bil gül xəstələnib və düşündük bunu qəşəng asmaq lazımdır. İnşallah gül düzələcək, çünki çox gözəl güldür. Bilmirik niyə bu belə oldu. Sulanırdı hər dəfə, amma nədənsə belə solmuşdu. Bura asmışıq bu ipdən ki, qəşəng görsənsin, həm də ki, o sallanmalıdır. Sallanmayanda onda da gül xəstələnə bilər. Və biraz papamın bağında gəzmək istədim. Bu güllərin hamısını papam özü əkmişdi. Və papam sağ olan vaxtı onlar çox gözəl belə iri açılmışdı. Həm də həyətə girən kimi ancaq qızıl gülün iyisi gəlirdi. Amma papam həyatda olmayandan sonra elə bil güllər küsüblər, elə bil solublar, elə bil güllər də ağlayırlar, küsüblər ki, yiyəsi yoxdur. Mənə elə gəlir ki, güllər də hiss eləyirlər hər bir şeyi. Hər səhər papam duranda tut ağacın yanına gedərdi. Orada özünə bir tarelka tut yığardı və hər səhər ac qarnına bir tarelka tut yeyərdi. İndi isə tut ağacına yaxınlaşan yoxdur. Tut dökülür, amma heç kim oradan onu yığmır. Что, тигр? Домой хочешь? Дай подмести. Иди, иди, иди. Biz həyəti səliqəyə salana qədər mamam uşaqlara səhər yeməyi hazırladı. Murada yumurta sosiska ilə qızartdı. Çünki Murad nədənsə bizdə blinçik yemir. Əvvəl çox gözəl yeyirdi, amma indi nədənsə yemir. Və ona görə mamam ona ayrı səhər yeməyi hazırladı. Burada isə artıq günorta vaxtı idi və xalam qızla yeməyi hazırlayırdıq. Qazan kotleti hazırlayacağıq. Mən farşla məşğul olmuşdum. Xalam qızı isə tərəvəzləri soyurdu. Xalam qızıma burada deyirəm ki, sən kartoşkanı çox iri soyursan, qabığını daha doğrusu. O deyir, sən məni kamerada çəkirsən deyə, ona görə həyəcandan kartoşkanı belə soyuram. Что делаешь ты?
Burada isə artıq axşam vaxtı idi. O biri xalam qızı gəlmişdi. Onunla birlikdə pizza hazırlayırdıq. Uşaqlar pizza istədi. Əlavə evdə başqa yeməklər də var idi, amma evdə göbələk olmuşdu deyə mama dedi ki, gəlin uşaqlara pizza hazırlayaq. Pizzanı biz toyuq filesindən hazırlayırdıq. Əvvəlcədən mama filəni qaynatdı və xalam qızı hamısını onları ditdi. Mən isə xəmirini açdım, içinə nə lazımdır doldurdum və kotlet göstərirəm sizə. Xalam qızı zakaz eləmişdi. Mama ona balıqdan kotlet hazırlasın və xeyli var idi. Uşaqlar yavaş-yavaş özlərinə buterbrot eləyə-eləyə dənlədilər. Uy. Мало? Поднять? Хорошо, сейчас подниму. Ой. Он всегда спрашивает, день рождения, если что, скажи нам тоже. Burada isə artıq 3-cü cümə axşamı idi. Yenə gələn adamlarımız var idi və biz onlar üçün süfrə hazırlayırdıq. Xalam qızları sağ olsun gəlmişdilər bizə kömək eləməyə. Hamımız birlikdə süfrəni qəşəng düzdük və sonra qəbrüstə getdik. Что-то. Как Ne pişiyor? Yani nasıl yengemesi çok ister onu. Şu kapını. Он сошел в баню. Красавица, красавица. Бәхтин yok be. Хотел на такси приехать, ни один такси нету. Я говорю, тягаем 4 молодам, чтобы я одна была, чтобы быстрее приехала. Ни одной нету такси. Это я положила. Ne gelirse boş bir kenarda gelir. Orası, orası. Çok polisler var. Diğer uşaklar tutmaz.